Avropa və Asiyanın quşaqları haqqında, iqlimi haqqında danışaq. Deməli, görürük ki, Avropanın çox böyük bir hissəsi mülayim iqlim quşağında yerləşmişdir. Burada ümumiyyətlə cənubdan şimala doğru subtropik, mülayim, subarktik iqlim quşaqları hakimdir. Arktik iqlimdə isə yalnız adalar yerləşmişdir. Deməli, burada. Gəlin belə bir baxaq ki, görək hansı iqlim tipləri var. Və gördüyümüz kimi dedik, buralar mülayim iqlim quşağındadır. Mülayimin ümumiyyətlə tipləri var idi. Baxın, deməli, kontinental tip, mülayim kontinental, dəniz və musson tipləri var. Avropada bu tiplərdən baxaq görək hansılar var. Dənizlə mülayim kontinentalı görəcəyik. Bax, bu B yazılan yer bura qədər, ta ki Şərqi Avropa düzənliyinə qədər mülayim dəniz iqlimidir. Deməli, burada Şərqi Avropa düzənliyi bu hissədir. Bax, Şərqi Avropaya qədər bütün bu ərazilər mülayim dəniz iqlimidir. Şərqi Avropa isə mülayimin kontinentalıdır. Yəni, burada iqlim daha sərtdir. O da niyədir? Okeanlardan uzaq olduğuna görə. Ümumiyyətlə, Avropaya fikir versək, görərik ki, hər tərəfi adalar və yarımadalarla əhatə olunubdur. Dəniz suları materikin içərilərinə doğru hərəkət eləyibdir. Bu da ona gətirib çıxarır ki, rütubətli hava materikə çox təsir göstərir. Yəni, iqlimə müsbət təsir göstərir. Asiyada isə necədir? Bu ortalar okeandan çox uzaqda yerləşdiyinə görə iqlimi sərtdir. Məsələn, buralar kəskin kontinentalı tipdədir, mülayimin kəskin kontinentalıdır. Buralar isə subtropikin kəskin kontinentalıdır. Buralar isə tropikin kəskinidir. Deməli, materikdən çox uzaq olanda iqlim kontinentallaşır. Burada isə bu Böyük Britaniyadır, İrlandiyadır, Almaniyadır və s. Bu ərazilərdə ümumiyyətlə daim hava buludlu, yağışlı olur. Yəni, qışı da, yayı da, yazı da demək olar ki, yağıntılı keçir və mülayim olur da. Burada bir sərt hava şəraiti müşahidə olunmur. Sonra dedik, mülayim kontinentalda da Şərqi Avropa düzənliyidir. Mülayimi dedik, bu qədər. Bu cənubi hissəsi isə bu Pireneydir, Apenindir, Balkandır, Korsika, Sardiniya, Siciliya, burada Balear adaları var və s. Bunların hamısı Aralıq dənizi iqlim tipindədir. Ümumiyyətlə, Aralıq dənizinin içində yerləşən ada və yarımadalar Aralıq dənizi iqlim tipindədir. Burada necədir? Bir növ bizdəki kimidir. Yəni, yay isti olur, quraqlıq keçir. Qış isə çox sərt olmur, mülayim olur və yağıntılı keçir. Bizim iqlimimizdə Aralıq dənizi iqlim tipinin bir formasıdır, yəni Abşeronun iqlimi. Sonra deməli, dedik ki, cənubunda subtropik, burada mülayim. Bu hissələrdə isə, baxın, görürük ki, İskandinaviya yarımadasının bu şimal hissələridir. İslandiya adasıdır, burada İslandiya. Və buralar olur, deməli, subarktik iqlim qurşağında. Deməli, subarktikdə necə olur? Ümumiyyətlə, sublarda yayda bir enliyin havasını götürür, qışda bir. Məsəl üçün, subtropikin özü yayda tropik hava kütlələri hakim olur. Ümumiyyətlə, belə yadda saxlayın ki, hava kütlələri ekvatordan şimala doğru hərəkət edir. Yayda buradan gəlir, subtropikdə yayda isti hava olur. Subdağı, qışda da hava yuxarıdan gələcək, mülayimdən gəlir hava. İndi necədir bizdə? Qışdır hal-hazırda və hava mülayimdir. Deməli, hal-hazırda hava şimaldan gəlir. Mülayim hava kütləsi bu dəqiqə hakimdir. Subarktikdə də yayda, elə bir ki, dedik ya, hava altdan yuxarıya doğru gedir. Yayda mülayimin havası hakim olur. Qışda isə hava kütləsi şimaldan gəldiyinə görə, qışda da burada arktik hava kütləsi üstünlük təşkil eləyir. Arktik iqlim qurşağında isə, deməli, bu hissələrdə, arktik iqlim qurşağında ancaq yayda temperatur 0 olur, qalan vaxtlar temperatur mənfi olur. Və burada, məsələn, subarktikin özündə, burada Norveç, İsveç, Finlandiya ölkələrində kənd təsərrüfatı falan inkişaf eləməyibdir. Çünki orada normal temperatur yoxdur, normal torpaq örtüyü yoxdur ki, orada kənd təsərrüfatı inkişaf eləsin. Amma
Cənubi Avropada məsəl üçün bitkiçilik heyvandarlıqdan üstündür, yaxşı inkişaf eləyib kənd təsərrüfatı. Burada İtaliyada, İspaniyada zeytuna görə, üzümə görə dünyada birinci yerdədirlər məsəl üçün də, yəni ön sıralardadırlar belə deyək. Aha. Bu da belə.